Deməli, hamıya salam. Mən neçə dəfə girib YouTube-a baxmışam. Bir dənə də olsun Dolyanın nə ritmini, nə də akkordunu. Biri çəkib göstərmək ki, öyrənmək istəyənlər də öyrənsin. Bunu mən sizin üçün öyrədəcəm. Çünki mən özüm də internetdən öyrənmişəm gitarını, yəni heç bir dərs almadan. Mən girdim, baxdım, bir dənə olsun Dolyaya aid bir şey tapamamışdım. Mən sizə bugün hamısı ətraflı başa salacağım. Deməli belə, necə başlayırıq? Başlayır bu cür. Orta barmaq, ikinci pərdə, bir, ikinci pərdə, beşinci sim. Üzük barmağı, nişan barmağı yəni. İkinci pərdə, dördüncü sim. Məsəl üçün, 5 günlük dünyaya qonaq gəldim. 5 günlük dünyaya qonaq gəldim. Burada gedir. Sonra, gənc yaşından işarət barmağı gəlir. Birinci pərdə, üçüncü simin üstünə. Gənc yaşından söndü çırağım. Gənc yaşından söndü çırağım. Sonra bu qaydada düşürük aşağı. Bu qaydada düşürük aşağı. Türmələrə, zindanlara düşdüm hissəsi gedir. Düşdüm deyənə qalxırsan yuxarı. Həmin bu birinci olan qayda, yəni iki barmaqla işlənən qayda. Sonra barel var. Balaca barmaq, üzük barmağı. 4 ilə 5, orta barmaq, üçüncü sim, baş barmaq, işarət barmaq hamısı. Yəni barel deyirlər. İndi gitara dilində mən bilmirəm, not sap bilmirəm. Ona görə mən sizə lor dildə başa saldım. Sonra düşürük aşağı. Deməli, üzük barmağı qalır üçüncü pərdə, ikinci sim. Orta barmaq qalır ikinci pərdə, üçüncü sim. İşarət barmağı da qalır birinci pərdə, birinci sim. İndi mən bir dənəsini gəldim, siz baxın. Deməli belə. İndi isə mən sizə başa salacağım nə olacaq. Bu, bilmirəm, buna deyirlər akkord, yoxsa buna deyirlər, amma qarşı sol əl qaydasının ritm tutmağı öyrətdim. Ritm yox, daha akkord tutmağı öyrətdim sizə. İndi öyrədirəm ritmi necə vururlar. Tutursan bu qaydada. Tutursuz rahatlığına görə deyirəm, yəni. Bir dənə lap bir barmağına da vura bilərsən. Bir, sonra bunların hamısı. Sonra qalxırsan, kapatırsan. Bildiniz necə? Belə də eləyə bilərsən. Belə bir şey də var, prosto bir balaca irəliləyiş olduqdan sonra özünüzü hamısı öyrənəcəksiniz. Deməli,